Azərbaycanda kişilərin qadın obrazı oynadığı ilk filmin hansı olduğunu bilirsiniz? Gəlin göstərim. Sen güzel bir mademoiselle olursan. Öz aramızda. Sen özün de pis değilsin. Merci. Ben madamam. İlk dəfə 1987-ci ildə göstərilən bu teletamaşa o andan etibarən milyonların sevimlisinə çevrildi. Teletamaşanın ssenari müəllifləri Zəminə Hacıyeva və Fuad Hacıyevdir. Üzeyir Hacıbəyovun yazdığı Oradan-Burdan başlığı altında felyetonlar ssenari üçün ilham mənbəyi olub. Teletamaşanın çəkilməsi üçün Azərbaycan televiziyasının pavilyonunda 13 fərqli dekor quraşdırılıb. Tamaşa uğurlu olduğu üçün ORT kanalında da nümayiş edilib. Yaşar Nuri və Rafael Dadaşov lazım olduğu üçün ilk dəfə qadın rollarına çəkiliblər. Teletamaşa ilə bağlı digər maraqlı fakt isə Salman bəy roluna əvvəlcə Hamlet Qurbanovu, sonra isə Siyavuş Aslanı dəvət edilirlər. Ancaq bu rolu oynamaq yekunda Cahangir Novruzova qismət olur. Bəs Oradan-Burdan tamaşasından sizin yadınızda hansı ifadələr qalıb?